22 bin əhalisi var. Bu 22 bin əhalinin adından sizden xahiş ederim. Size müracaat ederim, bize kömək edin. İnsanlar çok əziyyət çəkir. Bu əziyyəti insanlara çəkdirirlər. Elə bil ki, suyunu çəkdirirlər. Sizin təyin elədiyiniz kadrlar, məmurlar baxmır. Cəmaata baxmırlar. Həmin cəmaatdır ki, Cənab Prezident, sizin səsinizə səs verdilər. Hamısı gülə-gülə cəbhəyə getdi. Bir balaca kəndin 4 şəhidi var. Bir balaca kəndin 4 şəhidi var. Şəhid verən torpaq hər şeye hakkı, hüququ var ki, hər şeydən istifadə eləsin. Dövlətimizin imkanı var. Şəhid ailəsi bildirir ki, Cənab Prezident Salih Məmmədov bizi aldatdı. Sabirabad rayon Narlıq kənd sakinləri Prezident İlham Əliyev cənablarına müraciət edir. Kənd sakinlərini təqdim edirik, qarşı tərəfi dinləməyə hazırıq. Mən Əliyev Haqverdi, Sabirabad rayon Narlıq kənd sakini, Şəhid Qoşqar Əliyevin qardaşı, Yeni Azərbaycan Partiyasının üzvü və xalqın, millətin, dövlətin sevən bir vətəndaş kimi bu günləri Prezidentimizə müraciət edirəm. Cənab Prezident, biz Sabirabad rayonunun Narlıq kəndində yerləşirik. Kürdəmir istiqamətində bizim kəndimiz axırıncı kənddir. 15 kilometr yol məsafəmiz var. Uzun illərdir, 15 ildir biz bu yoldan əziyyət çəkirik. Hər şeyimiz var, şükür Allah. İşığımız, qazımız, suyumuz boldur, bir dənə yolumuz yoxdur. Ambulans çağırır, gələ bilmir. Yoldaşlar öz işlərini görmək istəyir, amma yol imkan vermir. Yolumuz bərbad gündədir. Bax, cəmaatın bir hissəsi buradadır. Buradakı cəmaatın hər birisi 1000 nəfər, 2 nəfər insanın sözünü deməyə qadir insanlardır. Biz istəmədik çox adam yığılsın ki, başqa məna kəsb eləsin bizim çəkiliş. Çəkilişimizin mənası ancaq yoldur, Cənab Prezident. Xahiş edirəm, bizə kömək edin. Bu günlərdə ayın 24, geçen ayın 24'ü Azəryolun sədri Salih Məmmədovla görüşüm olur, bir şəhid ailəsi ki, mənə qəbul edib. O mənə söz verib ki, Narlıq yolu çəkiləcək, 15 kilometre yol çəkiləcək. Aradan bir ay keçir, Cənab Prezident. Heç bir reaksiya yoxdur, heç bir tədbir görülməyib. Sadəcə Güngül komissiyaya göndərdi, nümayəndə göndərdi, gəldi yolu çəkdilər, baxdılar, güya qiymətləndirlər, o gedəndirlər. Cəmaat zülüm çəkir, cəmaat çox çətinlik çəkir, Cənab Prezident. Ölkəmizin şükür Allah'a qüdrəti böyüyüb. Dünyada bizim ölkəmizdən danışırlar. Qüdrətimiz, müharibəni udmuşuq, qalib ölküyük. Hər kəs bizimlə hesablaşır. Sizin kimi bizim siyasətçi prezidentimiz var. Göydə Allah, yerdə də sizə güman edirik. Cənab Prezident, xahiş edirik. Bu cəmaatın adından deyirəm. 22 bin əhalinin adından deyirəm. Cavad Narlıq arası 6-7 kəndar 22 bin əhalisi var. Bu 22 bin əhalinin adından sizden xahiş ederim. Size müracaat ederim, bize kömək edin. İnsanlar çok əziyyət çəkir. Bu əziyyəti insanlara çəkdirirlər. Elə bil ki, suyunu çəkdirirlər. 15 yıl bundan qabaq bu yol. Bak, yolu göstərə də bilərlər. Çəkiliş edirlər, xahiş edirlər. Yolu göstərə də bilərlər. Yolumuz bərbad gündədir. Bak, belədir. Bak, maşınlara baxın. Maşınlara baxın, bərbad gündədir. Hər yer çala çukur. Hər yer çala çukur. Vəziyyətimiz çox ağırdır. Güman yerimiz, dedim ki, göydə Allah, yerdə Cənab Prezident. Siz xahiş edirik, bizə kömək edin. Çünki sizdən başqa bizim ümid yerimiz yoxdur. Sizin təyin elədiyiniz kadrlar, məmurlar baxmır. Cəmaata baxmırlar. Həmin cəmaatdır ki, Cənab Prezident, sizin səsinizə səs verdilər. Hamısı gülə-gülə cəbhəyə getdi. Bir balaca kəndin 4 şəhidi var. Bir balaca kəndin 4 şəhidi var. Şəhid verən torpaq hər şeye hakkı, hüququ var ki, hər şeydən istifadə eləsin. Dövlətimizin imkanı var. Şükür Allah, böyük siyasətçi prezidentimiz var. Dünya ondan danışır. Dünya bizimle hesablaşır. Artık biz elə bir vaxtda, elə bir imkana gəlib çatmışıq ki, dünya böyük dövlətlər bizimle hesablaşır. Bizden böyük məclisləri bölüşmək istəyirlər. COP29 dünyanın iklim dəyişikliğində biz ev sahibliği elədik. Hər bir dövlət bunu bacarmaz, amma biz bunu bacardıq. Niye? Bizim qüdrətimiz var, varımız, dövlətimiz var. Bu cür varlı dövlətin, imkanlı dövlətin əhalisi bu əziyyəti çəkməyə haqqı yoxdur, Cənab Prezident. Mən sizdən yenə də xahiş edirəm. Bizə kömək edin. Yeganə ümid yerimiz sizsiz. Baxmırlar. Çox müraciət eləmiş aidiyyatı qurumlara, çox təəssüf ki, bugüne qədər səs verən yoxdur. Güman eləyirəm ki, Cənab Prezident, bu cəmaatın bu müraciətindən sonra siz bu yola vəsait ayıracaqsınız. Çünki hər dəfə aidiyyatı orqanlara müraciət edəndə deyirlər ki, Prezident vəsait ayıran kimi yolu çəkiləcək. İnşallah ki, inşallah yaxın vaxtlarda biz güman edirik ki, bizim yolumuza vəsait ayrılacaq və yol çəkiləcək və bu cəmaat bu əziyyətdən qurtaracaq.
Bir daha Allah'tan size uzun ömür, can sağlığı arzu ederim, aile saadeti arzu ederim. Azerbaycanımızın güvenen yeri söz Cenab-ı Prezident. Bizim sizden başka hiç kimse güvenimiz yoktu. İnşallah ki necə ki 30 illik həsrətlə yaşadığımız torpağı geri qaytardınız. Belə xırda problemləri güman edirəm ki tezliklə həllini tapar. Çok sağ olun, minnettarıq. Size teşekkür ederim Qabalcan ki inşallah bize kömək edirsiniz. Çok sağ olun Cenab-ı Prezident.